Bugün müzakirə edəcəyimiz mövzu əslində cəmiyyətimizdə çox yayılmış olan və insanların həkim-həkim gəzməyinə, yəni bir çox həkimləri dəyişməyinə səbəb olan bir pozuntudur, xəstəlikdir. Xəstəliyi cəmiyyət arasında deyilir. Köhnə nomenklatura ilə ipoxondriya xəstəliyi, ipoxondrik pozuntu, yeni nomenklaturada isə buna xəstəlik anksiyeta pozuntusu, xəstəlik həyəcan pozuntusu və yaxud da ki, xəstəlik sağlamlıq obsessiyası deyilir. Bu pozuntudan əziyyət çəkən şəxslər daim olaraq özündə səbəbsiz yerə, bəzən isə hər hansısa bir psixoloji travmalardan qaynaqlanan özünü xəstə hesab edir. Özündə hər hansısa bir ağır xəstəliyin olduğunu düşünür və bununla bağlı olaraq narahatlıq keçirir və nəticə etibarilə bu elə düşünür ki, bir başı ağrıyanda, ürək bulanması olanda, qusması olanda, baş gicəllənməsi olanda və yaxud əllərində və yaxud da ayağında keyimi olanda ona elə gəlir ki, insult keçiribdir və yaxud da insult keçirəcəkdir. Və yaxud da ki, ürək nahiyəsində, döş sümüyünün arxasında, döş qəfəsində, kürək nahiyəsində ağrı olduqda ona elə gəlir ki, infarkt keçirəcəkdir. Yəni hamısını ölümcül xəstəlik kimi qəbul edir. Mədə nahiyəsində ağrı olduqda, ürək bulanma, qusma olduqda, diareyası olduqda ona elə gəlir ki, mədəsindən bağlı ağır bir xəstəlik keçiribdir. Və yaxud da əli ilə bədəninə toxunur, qoltuq altı nahiyədə bir düyün gördükdə belə onun xərçəng olduğunu düşünür ki, mən xərçəng olacam, mən rak olacam, ağır bir xəstəlikdən əziyyət çəkirəm və bu sadaladığım bu düşüncələr gün ərzində onun beynində cərəyan edir. Ona narahatlıq verir, həyəcanlanır, qorxu verir, təşvişdə olur və nəticədə bunları aradan qaldırmaq məqsədi ilə həkimə müraciət edir. Həkimə müraciət edərkən həkim bunu şikayətlərinə uyğun olaraq, bəzən isə həkim məcburiyyətdən, sənin heç nəyin yoxdur desə belə, pasiyent sakitləşə bilmir, məcbur olaraq baş beyinə uyğun olaraq, baş beyin MRT müayinəsi, KT müayinəsi, EEG müayinəsi və yaxud da ki, ürəyə uyğun olaraq EKG, EXO müayinəsi, mədə bağırsağa uyğun olaraq rentgen, gastroskopiya, endoskopiya, kolonoskopiya, müxtəlif müayinələrdən keçirir. Bəzən isə laborator müayinələr, qanın sidiyin, nəcisin analizlərini verir. Lakin burada hər hansısa bir ağır ciddi xəstəliyə səbəb olacaq bir göstərici tapılmır. Pasiyentə bunu ifadə etdikdə pasiyent bu fikirlə razılaşmır. İnanmır. İnanmır. Nə deyir? Demək ki, bu həkimin gözündən nəsə qaçdı. Gedirəm o birisi həkimə. Bəli, mənə diqqətsiz yanaşdı, başqa bir həkimə gedir. Nəticə itibarilə hər dəfə həkim gəzir. Və bu hallar onun funksionallığını da pozur, iş qabiliyyətini də pozur, əmək keyfiyyətini də aşağı salır, ailədə münaqişələrə səbəb olur, ailə üzvlərindən, iş yoldaşlarından kimsə deyəndə ki, sənin heç nəyin yoxdur, onlara da əsəbləşib, qıcıqlanır. Bir aqressiya yaranır onlara qarşı. Bəli, bir aqressiya yaranır və bu sadaladığım bütün bu əlamətlər bəzən epizodik, yəni ataklar formada ola bilər, bəzən isə davamlı xarakteri daşıya bilər. Əgər bu əlamətlər 6 ayın üzərindədirsə, artıq biz bu pasiyentə xəstəliyi, yəni ipoxondrik pozuntu diaqnozu qoya bilirik. Yəni bu tam olaraq doktor əlamətləri də söylədi ki, hansı əlamətlər müşahidə olunanda yaxınınızda, özünüzdə, doğmanızda bu xəstəliyin olduğunu görə bilərsiniz. Amma düşünürəm ki, bu insanlar özləri bu xəstəliyi özlərində çox nadir görə bilərlər və qəbul edə bilərlər. Elədir doktor? Demək ki, bu pasiyentlər, bu şəxslər özünü xəstə hesab etmir. Çünki ona elə gəlir ki, özündə olan bu psixoloji problem, daim onun beynində cərəyan edən o problemə o qədər maddi tərəfdən sərfiyyat edirlər ki, Günah xanım, o qədər pul xərcləyirlər ki, eyni bir laborator analizi, qanın analizi, mənim öz pasiyentlərim var, hansısa bir elementi yoxlamaq istəyiriksə, onu bir neçə xəstəxanada elementi yoxladır və cavabları müqayisə edir ki, yox, burada aşağı idi, burada yuxarı idi. Bir aşağı, bir yuxarı. Bəli, çünki biz göstəricilər bilirik ki, laborator müayinələrdə biraz yuxarı aşağı olmağı, yəni onun günə bağlı ola bilər, saata bağlı ola bilər. Bəli, saata bağlı ola bilər, bu normaldır. Qidasına bağlı ola bilər. Və bu hallar fonunda o somatik vəziyyəti ilə bağlı o qədər narahatçılıq keçirir. Axırda sosial-ekonomik durumu da evdə də narahatçılıqlar yaratmağa başlayırlar. Bu pasiyentlər, xüsusən də ki, mən qeyd eləyərdim ki, bunlarda bu xəstəliyin yaranmasında şəxsin şəxsiyyət özəlliyi də vacibdir. Daha çox hər şeyin üzərində əsən və yaxud da ki, ailədən belə gələn bir hal var ki, şəxsin ailə üzvləri düşünür ki, tək övlada sahibdir və ailədə başqa bir övlad yoxdur. Ana, ata daim olaraq uşaqlıqdan onun üzərində belə deyək ki, çox həssas yanaşır hər bir şey. Təşviş içərisində böyüdür. Qorxu yaşayırlar. İtirmək qorxusu yaranır və uşaq da böyüdükcə bu belə deyək ki, ailədən gələn ona qarşı olan diqqət içərisində böyümüş olur. Həmin bu ailədən böyüyən uşağın da gələcəkdə ipoxondrik pozuntu olma ehtimalı yüksəkdir.
Və bunlar bir az keçir. Hansı bir həkimin qəbuluna getdikdə həmin bu sadaladığım ki, məndə filan xəstəlik var deyə, bilirsiniz nə deyirlər Günay xanım? Dərdimin çarəsi tapılmadı. Bu həkim mənə diaqnoz qoya bilmədi. Və yaxud da deyir, bu həkimin məndən başı çıxmadı. Bu nə həkimdir ki? Həkim gəzir, yenə inanmır. Açır, nə edir? Açır, internetdə axtarış edir. Sosial şəbəkələrdən axtarış etməyə başlayır. Və yaxud da ki, biz verilişdəyik, baxırlar bizə. Biz fikir mübadiləsi zamanı Günay xanım hər hansısa bir ifadə işlətdikdə ona elə gəlir ki, o xəstəlikdən əziyyət çəkir. Bizim belə bir izləyicimiz var. Elə düz nöqtəsinə vurdunuz. Heç kəsin xətrinə dəymək istəmirəm, amma demək olar ki, hər həkim fərqli-fərqli, bilirsiniz ki, hər gün həkimlərimiz olur. Hər gündə fərqli mövzularda danışırıq. Hər mövzu haqqında deyir, həkimin dediyi məndə var. Həkimin dediyi məndə var. Demək ki, elə həmin o izləyicimizdə də bu ipokondrik xəstəlikdir, hansı ki, xəstəliyi adlanır. Mənə maraqlıdır. Bax, uzun il belə əhatə edən bir praktikanız var və bu xəstəliklə bağlı özü müraciət edən pasientləriniz olubsa, onlar hansı şikayətləri səsləndiriblər? Günay xanım, o pasientlər ilk növbədə bizə heç vaxt gəlməzlər. Həkim gəzərlər, kardioloq, ən çox kardioloqa gedərlər, ürəklə bağlı, nevroloqa gedərlər, insult, infarkt keçirmişəm deyə. Amma ortada bir tutarlı diaqnoz yoxdur ki, yəni bu əlamətləri göstərsin. Yoxdur ki, elə bir mənzərə görülə bilər ki, exoda. Həkim nə deyəcəkdir? Həkim deyə bilər, ürəyin qidalanması pozulub, məsəl üçün. Və yaxud da ki, beyin qan dövranla bağlı biraz həkimlərin dırnaq içərisində deyəcəm, əslində elə bir diaqnoz yoxdur. Beyninə pasient deyir ki, doktor, mənim beynimə qan yaxşı işləmir. Belə bir diaqnoz yox, belə bir xəstəlik yox. Bu sadəcə olaraq ya pasiyenti itirməmə xətrinə deyilən pasiyent ifadələrdir və yaxud da pasiyenti artıq görür ki, sakitləşə bilmir. Amma bəzən həkimlər də qınayası deyilir. Çünki pasiyent deyir ki, mən getmişəm, ən azı giriş üçün bir ödəniş vermişəm. Qoy mənə nəsə yazım, bilim ki, heç olmasa getməyim tutarlı oldu da. Bilirsiniz, müalicə etapında, bu xəstəlik etapında nə qədər siz şikayət bildirsəniz də, sizdə somatik olaraq bir ağır bir pozuntu yoxdursa, həkimin yazacağı bioloji, bitkisel dərmanların heç bir müalicəvi təsiri yoxdur. Bu xəstəlikdə heç bir təsiri, effekt görməyəcəksiniz. Əksinə, uzun illər dərman qəbul eləyərək narahatçılıq verəcəksiniz. Bir başqa bir pasiyentlər də olur ki, bu barədə daim narahatdır. Dərman yazılır, dərmanla bağlı narahatçılıq, fobiya keçirdir. Görəsən bu dərman mənim qaraciyərimi, böyrəyimi sıradan çıxardacaq dərhal. Neçə müddət içəcəm? Bu dərman içəndə, bəs doktor, yəni mən ilk növdə burada vurğulamaq istəyərdim ki, ümumiyyətlə istənilən dərman qrupları kimi psixotrop dərman, antidepressantlar, antipsixotiklər də dərmandır. Və hər biri kimi qaraciyərdə detoksikasiya olur. Yəni dərman, əgər sizin qaraciyər xəstəliyiniz yoxdursa, hepatitlər yoxdursa, müəyyən bir infeksiyon xəstəliyiniz yoxdursa, qaraciyərdə böyümə, fibroz, seroz əlamətləri yoxdursa, bu dərmanı sağlam bir insanlar rahat şəkildə aylarla həkimin təyin etdiyi müddətdə 8 ay, 1 il, 2 il, bəzən 4 il baxır ağırlığına xəstəliyin. Göstərişə, bəli. Xəstəlik nevrotikdirmi, xəstəlik psixotikdirmi, ruhu xəstəlikdirmi, ona uyğun olaraq təbii ki, qəbul edə bilərlər. Lakin niyə görə o xəstəliklər zamanı ehtiyatlı təyin edirik? Çünki istənilən dərman qaraciyər xəstəliklərində ehtiyatla həkimin nəzarət altında tətbiq olunmalıdır. Doktor, artıq suallar gəlir və bu xəstəliyi yaşayan insanlar var və ətrafında belə insanlar var. Təbii ki, indi yəqin ki, hər birinizin ətrafında ən azı bir belə bir insan var. Hansı ki, bütün günü özündə xəstəlik axtarır, başı ağrıyan kimidir, yox, mənim nəsə başımda nəsə var, gedim bir MRT etdirim, yox, nəsə mənim böyrəyimdə nəsə problem var, elə bilirəm ki, böyrəyim işləmir və yaxud da müəyyən əlamətlər müşahidə olunan kimi, gün ərzində bir yeri ağrıyan kimi, sancan kimi ağır bir xəstəlik düşüncəsi ilə özlərini bir ölümcül xəstəliklə üz-üzə duyurlar və hal-hazırda yazan izləyicilərimiz var ki, bu xəstəlik öz-özünə keçə bilərmi, yoxsa burada sırf həkim, psixiatrın yardımı olmalıdır? Bayaq vurğuladığım kimi, əgər bu əlamətlər sizdə funksionallığınızı pozursa, iş qabiliyyətinizi aşağı salırsa, artıq bir aqressiya, müəyyən bir vaxtdan sonra onu qeyd edim ki, bu xəstəlik dediyim diaqnoz, ipokondrik pozuntu artıq əhval-ruhiyyə düşkünlüyü verir, depressiya yaradır, sosial fobiya verir, şəxs cəmiyyət arasına çıxa bilmir, utanır, sanki elə bir narahatlıq keçirməyə başlayır. Müəyyən müddətdən sonra o qədər bu takıntılar beyində cəryan edir ki, bu fikirlər beyində cəryan edir ki, artıq obsessiv-kompulsiv pozuntu dediyimiz takıntı xəstəliyi var, el arasında takıntı deyirlər. O xəstəliyə yol açır. Bir müddətdən sonra həyəcan təşviş pozuntusu yaranır, panik tutmalar yaranır. O daim olaraq tədirgin, təşvişli vəziyyətdə olur. O qədər narahat bir xəstəlikdir ki, biz belə rahat ifadə edə bilirsək də,
o insanın özündən uzaqlaşdırır. İnsan artıq bezir bu Həyatını düşüncələrdən. doğru dürüst yaşaya Bəli, bilmir. həyatından bezdirir və təbii ki, burada müalicə vacibdir. Gəlin indi belə Tək bir qoyum sualı. dərmanla belə müalicədə effekt əldə etmək mümkündür və o fikirlərdən tam daşınmış olursunuz. Yəni o deyil. Bəs psixoterapiya bu sahədə nə dərəcədə effektivdir, xüsusən bu Bütün xəstəlikdə? müalicə üsullarında olduğu kimi psixiatriyada iki əsas vacib müalicə üsulu var. Psixoterapiya və dərman müalicəsi. Psixoterapevtik üsullardan təbii ki, koqnitiv davranış terapiyalar istifadə oluna bilər bu xəstəlikdə və o tək halda və yaxud da ki, müalicə ilə bir yerdə. Və müalicə təqribən belə deyək ki, xəstəlik əgər tək halda müşahidə olunursa, təkcə pasiyentdə xəstəliyi diaqnozu qoymuşuqsa, 8 ay, uzaqbaşı 1 ilə qədər. Çünki müalicədə siz effekti dərhal görəcəksiniz. Həmişə pasiyentlərə deyirəm, bir ayında bəzən olur ki, Günay xanım, əslində ədəbiyyat göstərir ki, bu 2 həftədən sonra təsir göstərir. Praktikada 10 gündən sonra biz effekti görürük. Amma pasiyentlərə inanın ki, dərmanı verirəm, 3 gündən sonra zəng gelir ki, doktor, yəni bu dərman bu qədərmi, yəni məni dəyişə bilər, 180 dərəcə xeyli fərq hiss elədim. Bəzən o pasiyentlə həkim arasında o qədər pasiyentlərlə bağ yaradıram ki, o mehribançılıq, o necə deyim, ünsiyyət, o artıq orada belə deyək ki, sağalıb çıxmış oldum. Yazırlar bizə ki, biz çox sevirik Aytən xanımı. Bəli, sağalıb çıxmış olurlar və müalicənin bir ayında pasiyent yanıma dönəndə o tam belə deyək, tam da olmasa bir 80%, 70% düzəlmiş olur. Artıq geridə qoyur bu xəstəlik. 3 ayında tam 100% düzəlmiş olur. Niyə dərman azaldıb kəsmirik? Dərmanı 3 ayında biz azaldıb kəssək, üstündən bir 6 aydan sonra, 3 aydan, 5 aydan sonra siz yenidən həmin şikayətlərdən dönə bilərsiniz. 8 ay, 1 ilə ona görə sürdürürük ki, həmin dozanı qaldıraraq, terapevtik dozaya çatdırırıq. Sonra asta-asta azaldıb kəsirik ki, sizdə həmin şikayətlər yenidən təkrarlanmasın və qayıtmasın. Amma yenə də bir sual verə bilər ki, doktor, mən müalicə oldum, bitdim, hansısa pasiyent. 2 il keçdi, amma yenidən nəsə hiss etdim ki, qayıdır. Xəstəliklərdə təkrarlanma ehtimalı var. Məsəl üçün, necə ki, ürək xəstəliklərində olur. Şəkər xəstəliyi, qəfildən şəkər qalxa bilər. Bizim xəstəliklərdə o da ola bilər. Amma əgər siz doğru düzgün mütəxəssis tərəfindən müalicə olunmusunuzsa, doğru düzgün dozalar verilibsə, siz hər hansısa bir stres keçirdikdə, yaxınınız rəhmətə gedəndə, ağır bir özünüzlə bağlı xəstəlik keçirsəz belə və yaxud da iş şəraitində bir sıxıntınız olsa belə, o şəkildə şiddətli ola bilmir. Sadəcə olaraq müəyyən yüngül norma daxilində olan təşviş əlamətləri ilə gəlib keçə bilər. Hal-hazırda sual yazan izləyicilərimiz var. Xahiş edirəm, elə yazın ki, mən görüm, biraz tez-tez gedir deyə tam oxuya bilmirəm. Və belə bir sual gəldi bayaq ki, mənim anamda bu narahatlıq var. Genetik olaraq mənə də keçə bilərmi? Çünki artıq özümdə o əlamətlərin işarətini görürəm. Sanki başlanğıc formada. Psixiatrik xəstəliklərin istər psixik pozuntular, ruh xəstəliklər, şizofreniya, bipolar affektiv pozuntu, istər də nevrotik pozuntular, xüsusən də obsessiv kompulsiv pozuntu, həyəcan təşviş pozuntularına aiddir, hansı ki biz danışırıq indi hal-hazırda xəstəliyi diaqnozundan, yəni ipoxondrik pozuntudan. Bunun özü də genetik faktor təbii ki daşıyır. Yəni ailə üzvlərində xüsusən anada varsa qız övladına da olma ehtimalı böyükdür. Amma yenə də ki bu 100% bir nəticə deyil təbii ki, ehtimaldır və həmin xanımın yaşadığı həyat keyfiyyətindən çox şey asılıdır. Bu xəstəlik də təbii ki öz-özünə bayaq qeyd etdiyim kimi bəzən ataklar formada olur, bəzən yəni epizodik olur, bəzən isə şiddətlənmiş formada olur. Necə doktor? Yəni ara sıra olub, çəkilib, yenidən başlaya bilir, alovlana bilir. Əgər məndə ipoxondrik pozuntu diaqnozu varsa, həkimə getdim, mənə bu diaqnozu qoyduysa psixiatr, yaxınlaşmışam sizə, Günay xanım, siz psixiatrsınız. Əgər məni müalicə etdirdiniz, üstündən bir 3 ay, 5 ay keçdi, mən tam sağaldım və yaxud da ki 3-cü ayındadır, təkrar sizin yanınıza konsultasiyaya gəlmişəm. Şikayətlərim çox az qalıb. Deyirəm ki, doktor, arada bir. Məsəl üçün, həftədə bir dəfə yadıma düşür, amma ötəri xarakteri daşıyır, epizodik olur. Eyni vaxtda həyat keyfiyyətimi yaxşılaşdırıram, maddi durumum yaxşılaşır, daha çox belə deyək, gəzintilərə çıxıram, iş şəraitim yaxşılaşır, ailə münasibətləri yaxşılaşırsa, artıq bu xəstəlik müalicə ilə yanaşı olaraq tamamilə sağalıb gedir. Amma müalicə almasaz, həyat keyfiyyətiniz də yaxşı olmasa, təbii ki, bu daha şiddətlənmiş formada gündəlik olaraq davam edə bilər. Bir alo deyək Aytən xanım, görək kimdir zəng vuran. Alo. 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 Eşidirik sizi. Kimdən danışırıq? Salam. Ədalət müəllimimizdən gələyən Aytən xanımı təşəkkür eləmək istəyirəm. Mən onun 2 müalicəsini götürdüm. Buyurun Ədalət bəy. Tam sağaldım.
Nə Ayşən idi xanım, salam. probleminiz? Xəstəliyiniz nə idi? Hansı diaqnoz Xəstəlik idi? məndə deməli yuxusuzluq, əsas yuxusuzluq idi. İstilik gəlirdi bədənimə. Kürəyimdə ağrılar, başımda ağrılar var idi. Ayşən xanım müalicəsindən sonra deməli yaxşılaşdım. Nə gözəl. Salamlayıram Ədalət bəyi. Buradan çox sevindim. Səsini eşitdim və tanıdım. Pasientlərimin artıq ikinci Mən görüşünü bilirəm nə qədər doğmadılar sizə hər Doğmadılar, biri. bəli, salamlayıram. Günay xanıma, Ayşən xanıma təşəkkür edirəm bu verilişə görə. Doktora da bir gözəl doktordur. Təşəkkür edirəm. Biz təşəkkür edirik. Tanıdı sizi, elə şey Tanıdım. olar mı ki, Ədalət müəllim tanımasın? çox hörmətli, özdəki yəni müəllimdir. Mən həmişə hər Ay, nə zaman deyirəm, gözəl. həkimlər Eşq və olsun. müəllimlər bizim ilk növbədə bizim ixtisasdan da önəmli müəllimdir. Mən müəllimlərin, bütün müəllimlərim qarşısında baş əyirəm. Həqiqətən də çox böyük hörmətim var müəllimlərə. Müəllim ixtisası bizim üçün çox əzizdir. Çox əzizdir. Ədalət müəllim sizə salamlayıram. Minnətdaram. Çox sağ olun, Ədalət müəllim. Minnətdarım bildirirəm. Biz təşəkkür Doktor xəstələrə tövsiyə edirəm ki, sizin qəbulunuza gəlsinlər, qəbulunuza keçsinlər. Çünki Ədalət müəllim bir ayında artıq Ay, effektini nə görüb ona gözəl. görə. Effekt gördüyü üçün Bəli. ona görə də tam belə Minnətdaram. ürəklə məsləhət görür. Belə nə qədər o tip məsələlərin gəldim elədim xeyri olmadı. Deməli doğru ünvana, doğru həkimə müraciət eləmisiniz. Savadı da, biliyi də, hər şeydə insanı qəbul eləmək də çox gözəldir. Bəli, bəli, elədir. Minnətdaram, çox Təşəkkür sağ olun, edirik. minnətdaram. Ədalət müəllim, çox sağ olun zənginiz üçün. Sizin bu geri dönüşləriniz bizim üçün önəmlidir. Mən təşəkkür edirəm bizi izlədiyiniz üçün. Hal-hazırda Azərbaycanın müxtəlif istiqamətlərindən o qədər yazanlar tibbi var. tərəfdən yanaşırsınız ki, Minnətdaram. hətta düşünürlər ki, Günay xanım həkimdir. Günay xanım tibbi belə deyək ki, universitet edirəm. bitirməsə belə o qədər tibbi yanaşırsınız ki, ona görə də bu zəng edən elə izləyicimiz də efirdən olan izləyicimizdir ki, hansı ki yanımda olubdu. Xatırladım hansıdır ki, həyat yoldaşımla yaxınlaşıb yanıma. Ədalət müəllim salamlayıram bir daha. Yəni o qədər belə deyək ki, bizim mövzumuzda aşılama verirsiniz ki, araşdırma aparırıq ki, həqiqətən də izləyənlər belə tam aydın şəkildə hər bir şeydən məlumatlanmış olurlar. Mən də buna görə sizə təşəkkür edirəm. Mən təşəkkür edirəm Aytan xanım. Sizin kimi bir peşəkardan bunu eşitmək çox xoşdur. Mən 10 il bundan, 10 il deməyəcəm, Dilavərin 11 yaşı, 12 il bundan əvvəl hardasa 5-6 il ərzində bir tibbi sağlamlıq verilişi apardım. Sonra biraz ailə həyatı, uşaqlar filan ona görə biraz geridə qalmışdı. Mən ATV telekanalının rəhbərliyinə təşəkkür etmək istəyirəm. Yenidən bu yerdə məni gördülər, Sağlam Gün ayda məni gördülər. Bu təklif telekanalımızın rəhbərliyindən gəldi. Minnətdaram, təşəkkür eləyirəm. Onlar da bəyənirlər. Çox sağ olun və tamaşaçılarımızın sayəsində, bizim dəyərli həkim komandamızın sayəsində, Aytən xanım kimi dəyərli həkimimizin sayəsində ölkənin ən reytinqli tibbi verilişi adını qazanmışıq. Bu qısa müddətdə oktyabr ayından yayımlanırıq, bilirsiniz. Amma bu qısa müddət ərzində baxışları əldə etmişik sayənizdə. Minnətdaram hər birinizə. Siz olmasaz təbii ki, biz də olmarıq. Aytən xanımla əlaqə saxlamaq istəyənlər üçün əlaqə nömrəsini qeyd edirəm. 050 377 54 22 099 377 54 22 və mən istəyirəm verilişimizin bu məqamında xüsusi sponsorumuz Karega brendi haqqında məlumat verim. Karega Ekstra güc məhsullarının yeni premium xəttini təqdim edir. Nədir bu premium xətt? Protezlərinizi gün ərzində etibarlı şəkildə saxlamaq üçün Karega Maximum Hold Plus Fit krem istifadə edəcəksiniz. Protezinizi effektiv təmizləmək üçün Karega Maximum təmizləmə tabletlərindən istifadə edin. 2 dəfə daha çox təmizləyici hissəciklər Karega gündəlik istifadə edilməli olan protezlərə qulluq üçün vacib məhsuldur. Karega ilə inamla yeyin, danışın və gülümsəyin. Qısa aradan sonra mövzumuz davam eləyəcək. Aytən xanım bizimlə bərabər olacaq və bu vaxt ərzində də suallarınızı yazıb göndərə bilərsiniz. Karega brendinin xüsusi sponsorluğu ilə Sağlam Gün Ay canlı davam edir. Yeni qoşulan tamaşaçılarımızı salamlayıram. Həddindən artıq çox zəng və çox mesaj gəlib. Hər dəfə Aytən xanım gələndə belə olur. Dəyərli psixiatrımız, işinin peşəkarı, uzun illər bu sahədə çalışan və elə bayaqki zəngi də gördünüz də Ədalət müəllim zəng eləmişdi və elə reklam arası Aytən xanımla söhbət edir, deyir, Ədalət müəllim məhz sizin proqramda görüb yanıma gəlmişdi və məni nə sevindirir? Bizim proqramda görürlər, gedib razı qalırlar və geri dönüş eləyirlər və görürsünüz zənglə öz fikirlərini bildirdi. Necə ürək dolusu təşəkkür eləyirdi. Minnətdaram Ədalət bəyə və Aytən xanıma təşəkkür eləyirəm ki, bax, üzünüzü belə ağ edirsiniz. Belə maarifləndirici verilişlərlə həqiqətən də sizi kimi təqdimatla biz hansısa bir mövzunu müzakirə edirik. Lazım olan insanlar, şəxslər, belə deyək ki, ehtiyacı olanlar yararlana bilirlər. Sayənizdə. Doktor, indi sizin sayənizdə izləyicilərimizin yazdığı mesajları cavablandıracaq. Mən bir dənə bu notebookumu fırlayım. Deməli, 8104 nömrəli abunəçi yazır. Salam, salamlayıram sizi. Aytən xanıma sualım var. Mən panik atakdan
atakdan 6-7 ildir ki əziyyət çəkirəm. O müalicə ilə mi gedir, yoxsa psixoloq yanına getməliyəm? Hal-hazırda sizi qaxdan izləyirəm. Salamlayıram xanımı. Qaxa salamlar. Xanımdır yəqin ki, xanım dedim, üzrlü sayın. Məncə xanımdır. Aha, salamlayıram. Və qeyd edim ki, ilk növbədə sizdə panik ataktırmı, digər bir təşviş pozuntusudurmu, diaqnozu həkim qoyur, həkim psixiatr. Bu mövzu haqqında mən bir efir mövzusu deyil danışacağam. Psixiatr, psixoloq, nevroloq, psixoterapevt ümumiyyətlə kimdir? Bu haqqda bir məlumat verəcəyik. Bəli, diaqnoz öncə hansı xəstəliklərdə həkim psixiatr tərəfindən bəli qoyulur və panik atak, çünki psixoloq dediyiniz şəxs hər zaman deyirəm, təhsil alsa belə klinik psixologiya üzrə təhsil keçməlidir. Bu da 1-2 il olmalıdır. Yəni hər universiteti bitirib psixoloq diplomu olan insan psixoterapiya tətbiq edə bilməz. Bəli, və dərman da yaza bilməz. Dərman qəti yaza bilməz, hüquqi tərəfdən mümkün deyil, diaqnoz qoya bilməz, onun ixtiyarında deyil. Onlar yalnız psixoterapiya keçə bilər. O da o halda ki, klinik psixologiya üzrə təhsil alsın. Panik atak diaqnozu müalicəyə başlayırıq, 8 aya tam sağalır. Düzdür, yenə qeyd edirəm. Amma 6-7 ildir məndədir. 6-7 ildirsə artıq o vəziyyət, inanın 7 ildir varsa da yenə də müraciət etsələr bizə, artıq Ədalət müəllim kimi zəng gelib bir aydan sonra deyəcəklər tam sağalmış vəziyyətdəyəm. Yəni mən 8 ay niyə deyirəm? Müalicəni sürdürürük ki, həm bədən, dərman bir-birinə uyğunlaşsın, xəstəlik əlaməti irəliləyən illərdə geri qayıtmasın. Bax, bu çox gözəldir ki, tam olaraq müalicə olunur və bizim keçirəm indi TikTokdan gələn suallarımıza bir xanım bayaqdan da yazır, hətta izləyicilərin bir neçəsi ona yazır ki, niyə belə edirsən? Eləmə də, özündən asılı deyil, amma onun özündən asılı olan məsələ deyil. Yazır ki, durmadan saçımı yoluram, saçlarımı dibindən qoparıram. Yəni, bunun üçün xanıma nə məsləhət görərsiniz, nə etməlidir? Bu saç yolma pozuntusu elmi olaraq trixotilomaniya deyilir. Obsessiv kompulsiv pozuntu spektruma daxildir xəstəlik olaraq. Saç yolma pozuntusu ən çox qız uşaqlarında rastlanır. Bu da genetik meyillik daha çoxdur və daha çox 13, 14, 12 yaşında başlayar və daha çox tüklü, nəinki saçını, qoltuq altı, qasıq nahiyəsində, harda xüsusən saçın bu hissəsində. Heyf ki, bilmədik sual olacaqdı bu barədə. Telefonda məndə çoxdur pasiyentlərə şəkli. Üzü düşməyibdir, amma şəkillər var. Həmin nahiyədə artıq saçlar sökülmüş vəziyyətdədir. Instagram səhifəmə girib baxa bilərlər, paylaşım və o haqda post var. Və onlarda onun özündən asılı deyil. Şəxsin beynindən Günay xanım düşüncə gəlir. O, həmin anda bunu tətbiq edərək rahatlıq duyğusu keçirir. Bəziləri bir həzz alır qoparandan sonra. Bəzi mənim pasiyentlərim ona görə hicab taxırlar, ona görə saçının o hissəsinə saçı əvəzi görünən hər hansısa bir maddələr tökürlər və yaxud da ki, süni saçdan istifadə edirlər. Çox acınacaqlı bir vəziyyətdir. Tam müalicə olunaraq aradan qalxan bir pozuntudur. Doktor, xəstəliyindən danışırıq bugün və verilişin əvvəlində dedik ki, həkim gəzib, saysız, hesabsız analizlər verirlər, müayinədən keçirlər, amma ortada bir diaqnoz yoxdur və bununla bağlı yazan izləyicilərimiz də var. Mövzuya az da olsa əlaqəsi var deyə mən o sualda səsləndirəcəm. 0118 nömrəli abunəçi yazır. Yazır, salam, mən dərman atanda başımda sıxılma olur. Bu hər hansı bir dərmanla ola bilər. Fərqi yoxdur nə dərman atıram. Bir də ki, 3-4 aydır ki, bu başımda sıxılmalar davam edir, MRT edirik, heç nə çıxmır. Bu da aid ola bilərmi bu mövzuya? Bu xəstəlikdir. Yəqin ki, burada nədən gedir söhbət? Bizə gələn pasiyentlər əllərində bir sürü sənədlərlə gəlirlər. Baş beyin MRT-si, mən telefonda da qəbula yazılan vaxtı, asistent yazsa da belə, özüm də əgər ünsiyyətə keçirəmsə, deyirəm gələndə evdəki bütün kar kağızlarınızı götürün. Yoxdursa telefonda şəkli varsa göstərin. Çünki pasiyent bilir ki, mənim qəbuluma gələn pasiyentə yenə qoşulub deyə bilərlər mənim xəstələrimdən bizi dinləyənlər. Aytan doktor heç bir əlavə müayinəyə göndərmir, heç bir xərcləri belə deyək ki, əlavə olaraq çıxmır. Çünki birincisi lazım deyil. O halda mən müayinəyə göndərə bilərəm ki, pasiyent gedib kəllə-beyin travması alıb, kəskin bir prosesdir. Xroniki bir vəziyyətdə mən görürəm ki, bizim gözümüz də belə deyək ki, ən azı müayinə olmasa da belə müayinə qədərdir. Çünki illərin praktikası var. Əgər siz də sadaladınız, baş beyin MRT müayinəsini eləmişsinizsə bir şey yoxdur, başınızda sıxılma uzun müddət davam edirsə, izləyiciyə söyləyirəm. Burada artıq bir somatoform ağrı pozuntusundan bəhs edilir. Ağrı dayanmır, başı sıxırsa, bəzən gedəcək bəlkə də nevroloqun yanına uzun beyin qidalandırıcılar yazacaq. Bu da kömək eləməyəcək. Tək bir antidepressantla, spesifik antidepressantla, təbii ki, baş ağrıyanda, mədə ağrıyanda da eyni dərmanı vermirik də, hər bir pozuntunun öz dərmanı var. Doktor, bu antidepressant nə qədər qəbul eləyəcək o zaman? Əgər burada başlayan
yəni yeni prosesdə 6 ay bəs eləyər, 8 ay bəs eləyər. Yəni ondan artıq olmayacaq. Bəli, Çünki olmayacaq. bizim indi hal-hazırda bir 3 aya vəziyyətdən tam çıxacaq, 6 aya tam dərman azaldıb kəsəcəyik. 2602 nömrəli abunəçi yazır ki, mən antidepressant atmaqdan bezmişəm, səhər açılan kimi dərman atıram, mən nə edim? Amma yazmayıb ki, diaqnoz nədir? Nə gözəl sualdır. Burada bunun altında başqa bir səbəblər yatır. Çox güman ki, o antidepressantı bir nevroloq mu yazıb, kardioloq mu yazıb və yaxud da ki, hansı bir psixiatr yazıb, sadəcə dozadan qorxur. Hər bir xəstəliyin, bu panik ataktırmı, bu depressiyadırmı, bu obsessiv kompulsiv pozuntudur mu? Terapevtik dozanın elə bir individual doza veririk. Tutalım ki, mənə 10 milliqram yetərlidir, amma sizə 20 milliqramdır. Operator 30 milliqram, məsəl üçün deyirəm. Hər bir insan olaraq bizə individual ola bilər. təyin olunmalı. Bəli, xəstəlikləri nəzərə alırıq. Yanaşı nə xəstəliyi var? Həmin insan kişidirmi və ya da qadındırmı, alkoqol qəbul eləyirmi? Çünki alkoqol qəbul edən şəxslərdə dərmanın dozası da yenir. Və yaxud da ki, sanki təsirini azaldır. Bəli, təsirini azaldır. Çox düzgün vurğuladınız. Bəzən də olur ki, pasiyent gedir, açır instruksiyanı oxuyur, deyir ki, doktor, mən bu dozada, burada belə yazılıbdır. Biz dozanı individual veririk. Bir də heç vaxt terapevtik dozanı çalışırıq aşmayaq da. Yəni müalicənin yetərli dozasını verməliyik ki, o sağalsın. Yetərli doza verilməyəndə xəstəliyin müalicəsi üçün 40 milliqramdır filan dərmanın. Sanki çatmır o xəstəliyi dəf bir dərmanda bəli, 40 milliqram doza verməliyəm. Mənim yanıma gələn pasiyent bəzən olur ki, belə də olur, gəlir, deyirəm, yaxşı dərmandır. Deyir, doğrudan doktor. İndi bəzən görürlər də, başqa həkimə getsələr, deyər ki, yox, bu pis dərmandır bu. Deyirəm, yaxşı dərmandır. Amma həkimin sənin ürək eləyib bunu biraz yuxarı dozada verməyib ki, sən tam yaxşı olasan. Amma yetərli dərman olmayanda deyirəm, yox, bu dərman bizə ehtiyac yoxdur. Filan dərmanı yazacağım, filan dozada içərik, bir aydan sonra görəcəm sizi, dozanı qaldıracaq, bir də 3 aydan sonra görüşək ki, bu qaydada müalicəni aparırıq. Yəqin ki, onun dozası yetərli deyil, yanaşı hansısa bir xəstəlik var, onu söyləməyibdir. Ona görə də tam olaraq müalicə olunmur və belə uzun müddət şəkildə antidepressant qəbul edilir. Ehtiyac yoxdur. Və bir sual var, mən bunu səsləndirməsəm olmaz. Çünki bu suala oxşar o qədər, bax, qaynar xəttimizə, canlı yayımımıza, bilmirəm, hər yerə bu mesajlar gəlir. Xüsusən də artıq yeni ana olmuş bizim xanımlarımız yazırlar. 8846 nömrəli abunəçi sizin sualı oxuyuram. Yenə yazırsınız nəsə. Mən amma başa düşdüm siz nə yazmaq istəyirsiniz. Mən dünyaya uşaq gətirəndən sonra yazır. Çox pis oldum. Havalanan kimi oldum. 3 ildir düzələ bilmirəm. Burada doğum sonrası depressiyadan bəhs edilir. Bu haqda düşünürəm, ara bir danışmışıq. Amma bu xanımlar da sizə müraciət edə bilərlər. Doğum sonrası depressiyada sırf psixiatrik olaraq müalicə edirik, tam sağalır və davam etdikcə depressiya daha da dərinləşə bilər. Qarşısı alınan bir pozuntudur. Bu da eyni qaydada, yəni müalicədə qısa müddət ərzində effekt görəcəklər. Doktor, mən sizə təşəkkür edirəm. Mövzudan əlavə demək olar ki, izləyicilərimizi bütün suallarını səsləndirdi. Təbii ki, mesaj çoxdur, vaxtımız məhduddur. Doktorumuzun özü ilə elə bu nömrələrlə 050 377 54 22 099 377 54 22 nömrələri ilə əlaqə saxlaya bilərsiniz və burada depressiyadan, panik atakdan, həyəcan təşviş pozuntusundan, obsessiv kompulsiv pozuntudan, saç yolma pozuntusu, saç yolma ilə bağlı izləyicimiz müraciət eləyə bilər. Hətta dəri yolma pozuntusu var, bilirsiniz. Bununla bağlı autistik spektr pozuntusu ilə bağlı həm uşaqlar, həm böyüklər müraciət eləyə bilərlər. Ekranlarda görürsünüz əlaqə nömrəsini, eyni zamanda Instagram səhifəsi də aktivdir. Doktor Aytən Namazova. Doktor, bir daha təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırıb gəldiyiniz üçün. Dəvətiniz üçün çox sağ olun. Qısa aradan sonra söhbətimiz davam eləyəcək. Yenə çox maraqlı və çox önəmli bir mövzuda danışacağıq və təbii ki, qaynar xəttimizdə gələn suallarınızı da səsləndirəcəm bir-bir.